Lənkəranda tanınmış istirahət mərkəzinin sahibi, iş adamı bıçaqlanıb. Hadisə səhər saatlarında Lənkəran şəhərinin Böyük Bazar deyilən ərazisində qeydə alınıb. Belə ki, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən Pambaya istirahət mərkəzinin müdiri 48 yaşlı Firad Həbibov, rayon sakini 40 yaşlı Bəhruz Tahirov tərəfindən bıçaqlanıb. 5 bıçaq zərbəsi alan yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat blokuna alınıb. Bugün səhər saatlarında Lənkəran rayon mərkəzi xəstəxanasında bir nəfər kişi cinsli şəxs daxil olmuşdur. Xəstədə çoxsaylı bıçaq xəsarətləri qeyd olundu. Sol döş qəfəsində, sol yuxarı ətrafda və qarnın sağ yarısında. Xəstədə eyni zamanda həm döş qəfəsində, qarın boşluğunda və sol bazo arteriyasının plastikası əməliyyatları icra olundu. Ümumilikdə əməliyyat 4 saata yaxın çəkdi. Xəstə hal-hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Səhər şəhərlərlə 8 olardı bizə zəng olundu ki, bəs bazarda günah dalaşıblar kimlərsə. Biz də qaçıb gəlmişik bura. Bazara səhər şəhər saat 7-8-də var gedir, gəlir. Heç kimdən olur, heç bir bazarda olmuyor, bir şey olmuyor. Bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən 40 yaşlı Bəhruz Tahirov artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.